22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük, dəyərli izləyicilər. Bu videoda sizə önəmli şad xəbərləri çatdıracağıq. Bəli, illərdir gözlədiyimiz vətən müharibəsi davam edir. Ordumuz bütün çətinliklərə rəğmən durmadan irəliləyir, düşmənin illərdir möhkəmlənən mövqelərini darmadağın edir, canlı qüvvəsini və texnikasını sıradan çıxarır. Düşmən acizdir, çarəsizdir və gün keçdikcə daha böyük sərbə alır. Ordumuzun zəfəri artdıqca Ermənistanda çaxnaşma böyüyür. Artıq Qarabağdakı ermənilər tələsik avtobuslara doluşub tarixi torpaqlarımızı tərk edirlər. Erməni rəsmiləri vəziyyəti örtbasdır etməyə çalışsalar da, hər gün İrəvana yüzlərlə meyit gəlir. Rus jurnalistləri bildirirlər ki, Ermənistanda hər 10 evdən 3-ündə qapılara qara lent asılıb. Ölkədə yeni qəbirstanlıqlar salınır. Əskərlərin meyitləri kütləvi halda dəfn edilir. Bəzi hallarda erməni hakimiyyəti meyidi gizlədir, ailələrə təhvil vermir və ya deyir ki, Azərbaycan tərəfinə əsir düşüb. Bu onu göstərir ki, düşmən rəhbərliyi də artıq başını itirib. Məlum olduğu kimi, dünən Cenevrədə Qarabağla bağlı Xarici İşlər Nazirliyi rəhbərlərinin görüşü keçirildi. Bu görüşün Azərbaycanın əməliyyatlarına necə təsiri olacaq? Bu barədə məsələləri ən yaxşı bilənlərdən biri politoloq Qabil Hüseynli bildirib ki, Cenevrə görüşündə qəbul edilən bəyanat sadəcə görüşün nəticəsiz bitməməsi üçün qəbul edilmiş məntiqsiz bir kağız parçasından başqa bir şey deyil. Deyə bilərəm ki, Cenevrə görüşü nəticəsiz qaldı. Görüş zamanı tərəflər arasında mülki şəxsləri və obyektləri hədəfə almamaq barədə razılıq əldə edildi. Bəyanatın digər bəndləri əsasən tərəflərin humanitar qaydalara riayət etməsi yönündə oldu. Yəni, heç bir atəşkəs razılaşması imzalanmadı. Ancaq hər iki tərəf savaşı müharibə qaydalarına uyğun aparacağını bildirib. Qabil Hüseynlinin sözlərinə görə Cenevrə görüşündə verilən bəyanatın heç bir mənası yoxdur. İlk növbədə ona görə ki, hər iki tərəfin qoşulduğu konvensiyalar onsuz da tərəfləri müharibə zamanı bir çox qaydalara riayət etməyə vadar edir. Hərçənd ki, Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədi şəkildə atəşə tutması adi hala çevrilib. Ermənistanın beynəlxalq konvensiyalara əməl etməyib, bir bəyanata əməl edəcəyinə inanmaq çətindir. Politoloq görüşün bu nəticə ilə bitməsini Azərbaycana sərf etdiyini deyib. Birincisi, bəyanatda Azərbaycanın üzərinə heç bir öhdəlik götürməyib. Əməliyyatların uğurla davam etdiyi belə bir zamanda hər hansı bir hüquqi öhdəlik bizə lazım deyildi. İkincisi, Cenevrə görüşündən sonra bir müddət bu kimi görüşlərin olacağını düşünmürəm. Nəticə etibarilə görüşdən əvvəl ölkə başçısının dediyi kimi, bundan öncə dəfələrlə nəticəsiz görüşlər keçirilib. Bu görüş də onlardan fərqlənmədi. Statın sonu. Ordumuzun əməliyyatlarının uğurla davam etdiyi bir vaxtda prezidentin köməkçisi, prezident administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev çox maraqlı və həyəcanlı bir açıqlama verib. O deyib, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır. Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyildir. Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat vermişdi deyə Hikmət Hacıyev bildirib. Bu açıqlama çox mühüm bir məqamı üzə çıxarıb. Belə ki, Hacıyevin bu açıqlaması göstərir ki, artıq ordumuzun Şuşa istiqamətində əks hücum əməliyyatları keçirir. İnanırıq ki, yaxın günlərdə Şuşa şəhəri işğaldan azad ediləcək. Şuşanın azad edilməsi isə Xankəndiyə də nəzarətin ordumuza keçməsi müharibənin taleyinin böyük ölçüdə həll edilməsi deməkdir. Ekspert bildirir ki, hazırda ermənilər həm əskərlərimizin, həm də polarımızın qarşısını almaq üçün yanğınlar törədir. Lakin bununla rəşadətli ordumuzun qarşısını ala bilməyəcəklər. İndi isə gələk günün şad xəbərinə. Bildiyiniz kimi, Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində 5 rayonun azad edildiyini bildirib. Stat. Biz həmişə sülh planına, əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə 5 rayon, ikinci mərhələdə 2 rayon. Lakin indi bu 5 rayon demək olar ki, hamısı işğaldan azad edilib. Statın sonu. Burada önəmli məqam var. Bildiyiniz kimi, rəsmən 4 rayonun azad edilməsi açıqlanıb. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı. Bəs prezidentin azad olundu mesajını verdiyi 5-ci rayon hansıdır? Bu barədə danışan analitik
Asif Nərimanlı maraqlı fikirlər səsləndirib. O deyib: Prezident ARD telekanalına müsahibəsində artıq keçmiş olan həll planı haqqında danışıb. Birinci mərhələdə 5 rayon, ikinci mərhələdə 2 rayon. Lakin indi bu 5 rayon demək olar ki, hamısı işğaldan azad edilib. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rəsmən elan olunub. 5-ci hansı rayondur? Cəbhədəki vəziyyətlə bağlı rəsmi açıqlamalar və gələn xəbərlər azad olunan 4 rayondan başqa Xocamənddə irəliləyiş olduğunu, prezidentin dediyi 5-ci rayonun da bura ola biləcəyini deməyə əsas verir. Lakin Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Xocamənd 5+2 formatında yer almır. Prezidentin məhz 5+2 formatından danışarkən bu 5 rayonun demək olar ki, hamısı işğaldan azad edilib deməsi də söhbətin Xocamənddən getdiyi fikrini gücləndirir. Sülh planında 5+2 formatına Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın daxildir. İlkin mərhələdə 5 rayon Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdamı qaytarılmalı, sonraki mərhələdə Kəlbəcər və Laçın həll olunmalıydı. Planda nəzərdə tutulan 5 rayonun 4-ü azad olunub, 5-incisi Ağdamdırmı? Açıqlamanın məntiqi də bunun sülh planına uyğun gələn Ağdam olduğu ehtimalını önə çıxarır. Ağdam şimalda Ağdərə, şimal-qərbdə Kəlbəcər, şimal-şərqdə Bərdə, şərqdə Ağcabədi, cənubda Xocavənd, qərbdə Xankəndi ilə sərhəddir. Bərdə və Ağcabədinin Ağdamın şimal-şərq və şərq sərhədi olduğunu və ordumuzun Xocamənddə və Kəlbəcərdə müəyyən qədər irəlilədiyini nəzərə alsaq, 5+2 formatına daxil olan Ağdamın hamısı olmasa belə müəyyən hissəsinin azad edildiyini deyə bilərik. Təbii ki, ehtimal olaraq. Bu həm də düşmənin ən çox dirəniş göstərdiyi Ağdərə xəttinin ya qırıldığını, ya da zəiflədiyi versiyasına diqqət çəkir. Statın sonu. Qeyd edək ki, bəzi ekspertlər Xocamənd rayonunun azad edildiyini, yaxın vaxtlarda açıqlanacağını ehtimal edirlər. Amma fakt budur ki, artıq 5 rayonumuz erməni işğalından azad edilib. İnanırıq ki, yaxın vaxtlar Prezident İlham Əliyev bu barədə xalqa müraciət edəcək. Əziz izləyicilər, sizə Qarabağla bağlı məlumatlar verməyə davam edəcəyik. Allah ordumuzu, xalqımızı qorusun. Qələbə bizimlədir. Qarabağda görüşənədək sağlıqla qalın.